Ağaşirin Babayev 16 may 2001-ci ildə Qəbələ rayonunun Qəbərvan kəndində anadan olmuşdu. Ağaşirin Babayev 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan ordusunun əsgəri olan Ağaşirin Babayev 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdi. Vətən müharibəsində mərdliklə vuruşub və noyabrın 3-də Xocavənddə aldığı qəlpə yarası nəticəsində şəhid olub. Şəhidimiz 19 noyabrda Qəbələ şəhərində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Ağaşirin Babayev ölümündən sonra vətən uğrunda Xocavəndin azad olunmasına görə və 3-cü dərəcəli vətənə xidmətə görə medalı ilə təltif edilib.